Salam aleykum millət, mən Rəşad, kanalıma və videoma xoş gəlmisiniz. Başlıqdan məlum olduğu kimi bugün sizlərlə Car Parking Multiplayer'də maşının buferi necə çıxarılır onu göstərəcəm. Yəni TikTok'da falan qarşınıza çıxıb yəqin ki, hər kəs bu dəqiqə bufersiz noliyyə axtarır Car Parking'də və oyun daxilində buferi çıxarmaq olmur, yəni mümkün deyil. Buferi dəyişmək olur, başqa tipdə buferlər qoymaq olur, amma buferi çıxarmaq olmur. Buferi necə çıxarılır onu göstərəcəm. İlk öncə biz Game Guardian qurmalıyıq. Game Guardian qurulumunu mən başqa bir videoda göstərmişdim. O videonda i butonundan gedib izləyə bilərsiniz. Lakin elə bu videoda da göstərəcəm onun qurulumunu. Deməli nə edirik? İlk öncə Google-a daxil oluruq. Axtarış yerinə Game Guardian yazdıq, axtarışa veririk. Gördüyünüz bu sayta daxil oluruq. Aşağıya doğru gəlirik buradan. Reklamları falan bağlayaq. Aşağıya gəlirik. Və burada bu dosyayı indir yazılıb. Gördüyünüz kimi. Onun üstünə bir dəfə toxunuruq. Aşağıda sağ tərəfdə küncdə kablet və indir yazılıb. Göy rəngdə butondur. Onun üstünə toxunuruq. Və belə bir şey gəlir. 2 Game Guardian gəlir. Yəni bunları ikisindən birini yükləməlisiniz. Siz üstdəkini yükləyirsiniz, aşağıdakını yükləməyin. Üstdəkini yükləyirsiniz, indirmək yazılıb, ona toxunuruq. Sağ tərəfdə yuxarı küncdən reklamı bağlayırıq. Və yüklənmə başladı gördüyünüz kimi. Deməli, Game Guardian yükləndi. Buradan X-i vurub çıxırıq. Axtarış yerinə. Elə Game Guardian yazdığımız qalır, qarşısına paralel space yazırıq. Axtarışa veririk. Yuxarıda Sun Parallel Space 32 bit Support 64 bit yazılıb. Ona daxil oluruq. Aşağıya doğru gəlirik. Yenə eyni qaydada bu dosyayı indir yazılıb. Ona toxunuruq. Və Parallel Space'in sürümləri gəldi burada. İndi biz nə edirik? Burada yuxarıda ikisi var. Onlardan birini yükləməlisiniz. Əgər telefonunuz 32 bitdirsə, 32 bit yazılan, yəni ən yuxarıdakını yükləyirsiniz. 64 bitdirsə, aşağıdakını yükləyirsiniz, yəni ikincini yükləyirsiniz. Məndə 64 bit olduğuna görə ikincini yükləyirəm. Yükləndi gördüyünüz kimi. Yenidən bu dosyayı indirə toxunuruq və ən aşağıdakı paralel space-i yükləyirik. Ən aşağıdakını indirməyə toxunuruq. O da yüklənir hal-hazırda. O da yükləndi. İndi X-i vurub çıxırıq buradan. Axtarış yerinə paralel space-i silirik. Və Game Guardian olduğu kimi qalır. Qarşısına Virtual Exposet, yəni Poset yazırıq. Axtarışa veririk. Və Virtual Exposet, Virtual Space yazılıb. Ona daxil oluruq. Aşağıya gəlirik. Bu proqram yəni demon xətası almamaq üçündür. Yəni o xətanı alanlar bu proqramdan istifadə etdikdə almırlar. Bu dosyayı indir yazılıb. Ona toxunuruq. Reklam bağlayaq buradan. Burada iki sürüm gəldi. Burada yuxarıdakını ya da aşağıdakını yükləyirsiniz. Əgər telefonunuz 32 bitdirsə yuxarıdakını, 64-dürsə aşağıdakını yükləyirsiniz. Mən yenə 64 olduğuna görə aşağıdakını yükləyəcəm. O da başladı yüklənməyə. Deməli bu da yükləndi və yükləməni tamamladıq. Artıq yükləyəcəyimiz bir şey yoxdur. Buradan çıxa bilərik. Çıxdıq. İndi isə bunları bir-bir telefona qurmalıyıq. Yəni fərqi yoxdur. Sıralamanın fərqi yoxdur. Hansını istəsəz qurun birinci, ikinci və s. yəni. Böyle yuxarıdakından başlayaq. Virtual Exposet yüklə. Bunu qurduq. Parallel Space. Bunu da qurduq. Parallel Space 64 bit.
Bunu da qurduq. Game Guardian son olaraq. Və Game Guardianımızı da qurduğumuza görə indi əsas quruluma keçə bilərik. Game Guardian sizdə qurduqda belə 2 ədəd gəlib düşəcək. Yəni o sizə bir problem yaratmayacaq, narahat olmayın. Deməli nə edirik? İlk öncə Parallel Space-ə daxil oluruq. Baxın bu Parallel Space 64 bitdi. Bunu qoyuruq kənara. Bununla işimiz yoxdur. Parallel Space-ə daxil oluruq. Buradan aşağıdan Agree and Continue var. Ona toxunuruq. Davam deyirik. Buradan bütün izinləri verin mütləq. Əgər izin verməsəz proqramı işlədə bilməzsiniz. Burada biraz gözləyirik. Başlaq deyirik. Burada işarələnənlərin hamısını bağlayırıq. Sadəcə birini saxlayın. Fərqi yoxdur, hansısa saxlaya bilərsiniz. Mən WhatsApp saxladım. Aşağıdan Parallel Space-ə eklə deyirsiniz. Buradan Red ediyorum deyirsiniz. Və belə. İndi uygulama ekli var WhatsApp'ın yanında. Plus işarəsi. Ona toxunuruq. Yenə bunları bağlayırsınız. Buradan nəyi seçirik? Car Parking və Game Guardian. Bunların ikisini seçirsiniz buradan. Aşağıdan Parallel Space-ə eklə var. Ona toxunursunuz. Deməli bunlar da gəldi bura. İndi nə edirik? Game Guardian'a daxil olursunuz burada. Anladım deyirsiniz. Və proqrama daxil olmasını gözləyirsiniz. Burada belə bir şey gələcək. Buradan varsayılana toxunursunuz. Gözləyirsiniz, yüklənir. Buradan ayarlar deyirsiniz. İzin verirsiniz. 10 saniye gözləyirsiniz burada. Geriyə sıxırsınız. Və belə gəlir. İndi bunu arka plana alırsınız. Sağ tərəfdəkinə girirsiniz. Yüklə deyirsiniz. Və KH adında belə bir random isimli, yəni Game Guardian yükləyəcəksiniz telefonunuza. Sizdə də bunun adı fərqli ola bilər. Başqa bir şey, yəni hərflər falan qoyurlar ora. Yəni ki bu sizi qorxutmasın da, bu problem yaratmayacaq. Eyni şeydir. Sadəcə ad fərqli olur. İndi buradan çıxırıq, opşi bağlayırıq buranı. Və Parallel Space-də falan işimiz bitdi. Virtual Expose'də daxil oluruq. Buradan ekranın hər hansısa bir yerinə toxunursunuz və bu yoxa çıxır buradan. Aşağıdan dairəyə toxunursunuz. Yuxarıdan Add App yazılıb. Ona toxunursunuz. Və buradan axtarırsınız. Car Parking. Və sizə random isimli gələn o Game Guardian'ı tapırsınız. KH yazılıb gördüyünüz kimi. Baxın, burada da Game Guardian var. Adı da Game Guardian yazılıb. Onu seçmirsiniz. Sizə random isimli gələn Game Guardian'ı seçirsiniz. Və yanında da Car Parking seçirsiniz. Aşağıdan Install deyirsiniz. Buradan ortadakına toxunursunuz. Virtual Exposit. Biraz gözləyirsiniz. Aşağıdan Done deyirsiniz. Yuxarıya doğru sürüşdürürsünüz bunu. Burada Hue və Silver gəldi, Game Guardian ikisi də gəldi gördüyünüz kimi. Bunlardan hər hansısa birinə daxil olursunuz. Yəni hansına daxil olduğunuzun fərqi yoxdur. Amma ki daxil olduğunuzu yadınızda saxlayın. Mən Hue'ya daxil oluram. Buradan OK knov deyirik. İzin ver deyirik. Daxil oldu proqrama. Tamam deyirik. Buradan da tamam deyirik. Buradan tamam deyirik. Burada gəlirsiniz. Game Guardian'ı tapırsınız, izin verirsiniz. Geriyə çıxırsınız. KH yazılan Game Guardian'a izin verirsiniz. Yəni random isimli gələn Game Guardian'a. Və Virtual Exposit tapırsınız, ona izin verirsiniz. Geriyə sıxırsınız.
Yenidən başlata toxunursunuz. Sizi belə çölə atır. Yenə o bayaq daxil olduğunuz Game Guardian'a daxil olursunuz. HV'ya daxil olmuşdum, yenə ona daxil olacağım. Daxil olduq. Ən aşağıda doğrula yazılır. Doğrulaya toxunuruq bir dəfə. Doğrulandı. Doğrulanın sağ tərəfində başlat yazılıb. Başlata toxunuruq və Game Guardian'ımız gördüyünüz kimi quruldu, hazırdır, gəlib. İndi bufer necə çıxarılır onu göstərim sizlərə. Oyunumuza daxil olaq. Deməli, car parkingə daxil oluruq. Daxil olduq. Oyun sıfırlanmış bir vəziyyətdə gəldi bizə gördüyünüz kimi. Yəni ilk öncə tofaş verir bizə və o da buradadır. İndi nə edirik? İlk öncə giririk qaraja. Buradan new car deyirsiniz. 07'ni alırıq. Aldıq 07'ni. İndi yenə new car deyirsiniz. Buradan tofaşı tapırsınız. Tofaşı götürürük. Ayarlara giririk. Exterior yazılıb. Oraya daxil oluruq. Buradan sağa keçiririk və buferlər buradadır gördüyünüz kimi. Yəni bunu bir çoxunuz onsuz da bilər oyunu oynayanlar. Nə edirik? Buradan ikinci buferə daxil oluruq. Game Guardian'ı açırıq. Ən yuxarıda car parking var. Onun üstünə toxunuruq. Buradan sağda axtarış yeri var. Ona daxil oluruq. Axtarış yerinə 1 yazırıq. Aşağıdan sağ küncdən yeni arama deyirik. Burada ən yuxarıdakı yox, ikinciyə daxil oluruq, The Word yazılana. Bu belə. İndi keçirik 3-cü buferə daxil oluruq. Yenə Game Guardian'ı açırıq. Axtarış yerinə 2 yazırıq. Ara deyirik. Bu da belə. İndi 4-cü buferə daxil oluruq. Game Guardian'ı açırıq və axtarış yerinə 3 yazırıq. Ara deyirik. Bunu da tapdı. Hazır. Deməli buradan Game Guardian'ı bağlayırıq. Geriyə çıxırsınız. Bir daha geriyə çıxırsınız. Maşını dəyişirsiniz, 07'ni götürürsünüz. Yenidən bufer yerinə daxil olursunuz. Daxil olduq qabaq buferə. Game Guardian'ı açırıq. Buradan qələm işarəsi var axtarış yerinin yanında. Ona daxil oluruq. Və bura 7 yazırıq. Evet deyirik aşağıdan sağ küncdən. Hazır. Bunu bağlayırıq buradan. Onaylayırsınız bunu. Geriyə çıxırıq. Bir daha geriyə çıxırıq. Maşını dəyişdiniz. Və gördüyünüz kimi 07'nin qabaq buferi getdi. İndi isə girək arxa bufer çıxaraq. Yenə ayarlara daxil oluruq. Bu dəfə arxa bufer seçirik. Game Guardian'ı açırıq. Eyni qayda ilə 7 yazırıq bura. Aşağıdan sağ küncdən evet deyirik. Game Guardian'ı bağlayırıq, bunu da onaylayırıq. Geriyə çıxırıq. Bir daha çıxırıq. Maşını dəyişdik. Yenidən 07'ni götürürük və bufer çıxdı. Bu qədər sadə yəni. Eğer buraya kadar izlediyse videonu aşağıdan videonu beğenip kanala abone olmayı unutmayın. Instagram hesabımızdan da beni takip edin, xahiş edirəm. Yəni oradan da biraz kütlə gəlsin. İnşallah padriyat videolar gəlməyə başlayacaq. Gördüyünüz kimi əziyyət çəkdi. Bu əziyyətin qarşılığı olaraq yəni siz də bunu etsə sevinərəm. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək diləğilə.